Salam, hər vaxtınız xeyir olsun. Bugün rus bölməsi üçün keçirilən Azərbaycan dili imtahanından 9-cu sinifin suallarını izah eləməyə çalışacağım. Deməli, birinci sual mürəkkəb cümlə ilə bağlıdır. Mürəkkəb cümlə odur ki, 2 dənə mübtədası olmalıdır. Bax, doğru büdrəyər, amma yıxılmaz. Hər ikisi də doğruya aiddir. Bu sadədir. Meşəyə getməz kim? Aydan qorxan. Bir dənə mübtədası var. Yalan ayaq tutar, yeriməz. Hər ikisi yalana aiddir. Bu da olmaz. Bağban tələsər, armud vaxtında tələsər kim? Bağban. Yetişər nə? Armud. Demək, cavabımız oldu bu. Poza bilməz nə? Qılınc. Cavabımız D variantı. O birisinə baxaq. Mənlik isimdir, burulğan isimdir, qazanc isim və təmpərlik isim. Bol sözü sifət olsa da bolluq isimdir. Bu sifətdir. Qaçağan sifətdir. Gülünc sifətdir. Bu da sifətdir. Yazışı ilə deyişi arasında fərq olan lampada fərq yoxdur. Fikirli, müdirdə fərq yoxdur. Həssasda yoxdur. Dəmirdə yoxdur. 9-da birinci k-ya çevrilir. Müdafiə y gəlir. Dərd olur dərd. Cavab D variantı. Ümumiyyətlə suallar çətin deyildi. Hansı sözdə suala cavab vermir? Suala cavab vermir nə deməkdir? Köməkçi nitq hissələri. Deyəsən və daha. Yəni 2 və 4 doğru cavabdır. Baxaq. 9-da düzəltmə söz deyir. Boz sözün üstünə ar artırırıq. Bozarmaq. Olurmu? Olur. Boz sözü də var. Ar artırmaq doğru. Demək, bu düzəltmə. Digərləri hamısı sadədir. Maq da qrammatik şəkilçidir. Baxaq, üzündəki iri xal olar. Yəqin ki, onda hal olar. Hal qalmasa da, bibi bu gecə bizdə qaldı deyə bilərdik. Cavabımız D variantı. Uzlaşma nədir? Mübtəda təkdirsə, nəsə baxaq. Mən getdim. Burada uzlaşma var. İndi gəlin baxaq. Yerli əhali bizi mehriban qarşıladıq. Qarşıladıq olursa kim o? Biz. Burada da biz yoxdur axı. Yerli əhali var. Bu da üçüncü şəxsdə qarşıladı olmalı. Cavabımız oldu A variantı. Həmcins üzlü cümlədir. Baxaq. Qılınc yaras sağalar. Nə? Qılınc yaras sağalmaz. Nə? Söz yaras. Bu mürəkkəbdir. Yay aylarında çadırlar qurulur. Qurulur nə? Çadırlar. Vergül və ya və varsa, ehtimal ki və ya vergül varsa, ehtimal ki cavab həmin cavab olur. Dəniz, qum və günəş yay tətilini unudulmaz edir. Nə? Dəniz, qum, günəş. Cavab C variantı. Düzgün ardıcıllığa baxaq. Nə olar? Bayram günlərində hər yerdən bayraqlar asılır. Var bir cavab 6, 4, 2, 5, 3, 1. Cavab C variantı. Şəxs əvəzliyi nədir? Mən, sən, o, biz, siz, onlar. Cavab B variantı. Baxaq mətnə. İmtahana girməyənlər buradan baxsın, mətni oxusunlar. İtirilmiş pul kisəsi. Mətndə deyirdi ki, yəni burada acgöz bir adam var idi da. İtmişdi onun pulu, demişdi pul verəcəm, amma sonunda Allahdır, vermək istəmir deyə əlindən də aldı axırda. Demək, çox istəyən azdan olar. Bir də xəsis azgöz olar. Xəsə zəhər versən pulsuz içər. Burada belə söhbət yox idi. Kasıblıqla bağlı da eyiblik yox idi. Hirsli başda yox idi. Cavab 2, 4, Y variantı. Altından xətt çəkilmiş söz hansı söz idi? Baxım. Səxavətli. Səxavətli əl açıq deməkdir. Geniş ürəkli və əl açıq. Yəni insanlara pul verməkdən çəkinməyən, cömert də deyilir. Bəxşiş də hədiyyə deməkdir. Baxaq, bəxşiş sözünün qarşılığı bağışlanan pul və ya mükafat. Y variantı. Sonra 18-də hansılar məcazidir? Gəlin baxaq. Dolu gerçəkdir burada. Dolu pul. Pulu saymaq da gerçəkdir. Gözün doymağı məcazidir. Deməli 3 var. Təmiz qəlb və qızıl xasiyyət də məcazidir. Cavab oldu 3, 4, 5. D variantı. Mətnin məzmununa uyğun gələn fikir. Qadının göz tox olması hakim tərəfindən mükafatlandırılır. Bunu demək olar. Tacirin qadına böhtan atmaqdan məqsədi qadını sınamaq idi. Yox.
Burada da pul verməmək istəyir. Hakim ədalətli qərarı xoşuna gəlir. Tacirin niyə xoşuna gəlsin ki, əlindən aldı pulu? Hakim itmiş pul kisəsi haqqında elan verir. Yəqin ki, verir, bəli. Hakim vədini əməl etməyən tacirə yaxşı dərs verir. Bu da doğrudur. Cavab 1, 4, 5. E variantı. Mətnin tərkib hissələrinə görə uyğunluq. Hakimin ədalətli qərarı tacirin pulu itirməsi giriş hissədir. Birə gəldi A. Tacirin vədinə əməl etməməsi də əsas hissədədir. B. Hakim də sonda qərar verir. C. Demək C, A, B, C variantı. Tacirin sözləri kasıb qadını təşvişə salsa da hakimi heç də təəccübləndirmədi. Təşvişə yəqin ki, pul məsələsi olacaq da ki, orada dediyi pulum yoxdur, o da təşvişə düşdü. Baxaq hardadır? Venesiya qızılı vardı. Yəqin ki, burada cavab 3 olacaq. Başqa cür düşünmək olmaz. Çünki qadın harda gəlir? Qadın gətirdi, pul verdi. Harda? Burada. Buradan sonra da ilk işarə buradadır. Ona görə 3 olacaq cavab. Burada nə idi? Tacir başqa nə demişdik? Heç. Bir dənə orada söz deyir. Odur. Cavab oldu 3. Tacirə xas olan azı 2 xüsusiyyət. Bax, yalancı deyə bilərdik. Yalancı. Sonra xəsis. Bax, orada nə qədər söz var idi ona aid. Xəsis. Sözün üstündə durmayan, verdiyi sözü yerinə yetirməyən. Bu cür şeylər deyə bilər. Saxtakar da deyə bilərdik. Fırıldaqçı da demək olardı. Belə. Şəki Xan Sarayı. Mətnə baxın, oxumayanlar. Baxaq. İqamətgah bir yerdə bax budur, sakin olub qalırsan həmin yerdə. B variantı olacaq. Burada mətndə o mənadadır. Müəllifin əsas məqsədi nədir? Bu sual ümumiyyətlə biraz qəribə sualdır. Bax, tarixi ilə bağlı aydınlaşdırmaq söhbəti yoxdur. Sarayın memarı söhbəti də yoxdur. Saray haqqında fikirlər gələn turist də yoxdur. Əhəmiyyətli abidələr bir dənə axırda deyilir. Ehtimal ki, bu ikisini yaxın cavab qoyublar ki, yəni digərləri çox asan idi. Ümumiyyətlə özünə məxsus memarlığından danışırdı mətndə. Ona görə cavab A variantı. Mətnə əlavə edilə bilməz. Muzeydir deyə bilərik. Bu günə qədər qalmışdı deyə bilərik. Adları, sənətkarın adı yazıla bilər. Var idi mətndə, ərazisi də var. Amma təxirin bizə mətnlə əlaqəsi yoxdur. E variantı. Analoq ifadəsi burada analoqu, yəni bənzəri, tayı yoxdur bunun deyir. Cavab B. Mətnin məzmunundan belə nəticəyə gəlmək olar. Nəticəyə belə gəlmək olar ki, məsələn, bax, Nazim Hikmət bu sarayda şeir yazmış. Belə bir şey olar, biz nə bilək ki? Qış fəslində yox, yayda gəldi. C səhvdir. 300 il əvvəl mismar yox idi, mətndə belə bir şey yoxdur. Özdə memarı Hüseyin xan deyil, tikdirən idi. Cavabda divarda rəssamların adı var. Sadəcə bu sualın məncə qoyuluşu düzgün deyil. Nəticəyə yox, sadəcə belə fikirləşib mətndə var idi B variantı ki, burada deyir ki, onların adları həkk olunmuşdur. Ümumiyyətlə 29-da deyir, həkk olmaq, yazılmaq mənasındadır. Gerçək yazılmaqdır mənada. Məsələn, burada gerçək yazmaqdır. Eyni şey burada da var. Cavab adı deyim əvvəldən. Həkk olunmuşdur. Qaya üzərinə, taxta lövhəyə. Hamısı gerçək mənadadır. Fərqli məna A idi. Hansı materialdan istifadə olmuşdur? Orada deyir də şəbəkə texnikası, nə bilim belə ağac parçası, belə şeylər. Abidə hansı dövrə aiddir? 18. Sarayın divarında nə təsvir olmuş? Qadınlar üçün gül çiçək, kişilərdə ov, mərtəbə 2 mərtəbə oldu, o deyilir. Memarı isə tapılmırdı bunun. Sonra Xan Sarayı bizə əmin edir ki, 18-ci əsrdə Şəkidə incəsənət olub. Bəli, elə bir Xan Sarayının tikilməsi demək olar. Xan Sarayı, bu cür memarlıq. Sonra memarlıq, bax buradan mən deyim, burada yaza bilmirəm. Nə idi? İncəsənət inkişaf etmişdisə, divarda çəkilən gül çiçək rəsmləri var idi, quş şəkilləri var idi,
rəssamlar var idi, məssamların adları var idi. Sonra yazırıq şəbəkə texnikası hazır. Saray, pəncərə və qapılar şəbəkə texnikası idi. Sonra nə demək olar? Ümumiyyətlə elə bunlar mətnlər bizi isbat edirdi ki, bunlar şəkidə incəsənət var idi. Belə. Kanala dəstək olmanızı xahiş edirik sizdən. Bunları da demədim mən. Bir dəqiqə. Bu neçənci sinif oldu? Bu 11-lərdir.